Değerli izləyicilər, burada belə bir sual verilir ki, alt paleolit və mezolit dövrünə aid olan ümumi cəhət ilk insan məskənlərinin yaranması. Bu alt paleolitə aid, mezolit dövrünə aid deyil. İnsanların sənətkarlıqla məşğul olması. Sənətkarlıqla məşğul olması alt paleolitə aid ola bilməz. İnsanların ana xətti ilə qohumluq əlaqələri ilə birləşməsi yenə də bu üst paleolitdən başlayır. İnsanların ulu icma halında kollektivdə yaşaması alt paleolit dövrünə aiddir. Çaxmaq daşından əmək alətlərinin hazırlanması. Hər iki dövrdə çaxmaq daşından istifadə olunur. Deməli, sualın doğru cavabı B variantı. Digər bir sualımızda soruşulur ki, qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətləri müəyyən edin. Kaspi tayfaların ölkə ərazisinin məskunlaşmağa başlaması. Bu doğrudur. Hər ikisinin məskunlaşıb. Burada isə aid olmayan istəyirsə, deməli biz yanlış götürəcəyik. Roma imperatoru Pompey ilə mübarizə aparmışdır. Roma imperatoru. Pompey imperator idimi? Xeyr. Onda deməli bu doğrudur. Romalılarla sülh bağlanması. Bəli, Romalılara sülh bağlayıb. Yəni Albaniya Romalılara sülh bağlayıb. Deməli 3 yanlışdır. 1-ci əsrin ikinci yarısında yadellərin yürüşünə məruz qalması. Bu eradan əvvəl 36-dırsa, deməli ikinci yarısına aid ola bilərdi. Lakin 1-ci əsrin ikinci yarısında yadellərin hücumuna məruz qalıbmı? Məsələn, bunu da 72-74-cü ildə Alan tayfalarının yürüşünə aid etmək olar. Məsələn, bu da aid olduğu üçün götürmürük. Ordu başçısının əhalinin birinci padşah, ordu başçısı və hakim. Deməli, padşah, ordu başçısı, hakim. Deməli, bu birinci təbəqəyə aiddir. Ordu başçısının əhalinin birinci təbəqəsinə aid olması. 1-ci əsrin ikinci yarısında yadellərin yürüşünə məruz qalması 72-74. Deməli, burada aid olmayan oldu. Roma imperatoru Pompey ilə mübarizə aparması, Romalılarla sülh bağlanması, Kaspi tayfalarının ölkəsi məskunlaşmağa başlaması deyir. Məskunlaşmağa başlaması deyirsə, deməli, yəqin ilk dövrlərdən olduğu üçün bu aid götürülmür. Ona görə biz 1 ilə 2-ni uyğun olaraq götürürük. Çünki 5 də doğrudur. 4-5, ümumiyyətlə 4 olan cavablar aradan getməlidir. 5 olan cavablar aradan getməlidir. Burada təbii ki 1, Kaspi məskunlaşma başlanması dediyi üçün götürmədik. Romalılarla sülh müqaviləsi bağlanıb. Ona görə 3 yanlışdır. Burada yalnız bir cavab çıxır. Yəni 1 ilə 2. Dinlədiyiniz üçün təşəkkür edirik.